2024-cü ildə qəbul imtahanında istifadə olunan suala baxaq. Deyir ki, cədvələ əsasən uyğun fikirləri müəyyən edin. Əlavələrə aid bir sualdır. Əlavə cümlənin baş üzünə aid olsun. Gəlin baxaq. Şəhzadəni ehtiyatla içəri, hökmdarın yanına. Hara içəri, hara hökmdarın yanına. Demək, əlavəmiz budur. Özündən əvvəlki üzvü neynədir? Aydınlaşdırdı. Bu zərfliyindir. Baş özü deyil. Teatr tamaşalarımızda bir çox rolların mahir ifaçısı Nəsibə Zeynalovadır. Kimdir Nəsibə Zeynalova? Yəni Nəsibə Zeynalova kimdir? Səhnələrimizin qaynanası. Bu ikinci tərəf, birinci tərəfin neynədir? Mənasını daha da aydınlaşdırdı. Və xəbərin əlavəsidir. Baş özü olduğu üçün ikini götürəcəm. Demək, Məhəmməd Səid Ordubadinin romanı Qılınc və Qələm əsəri Azərbaycan tarixi gerçəkliklərini özündə əks etdirir. Demək, nə Qılınc və Qələm əsəri, nə Ordubadinin romanı. Eləmi? Bu çox qarışıq görsənir. Buranı silək. Demək, Ordubadinin romanı nə, Qılınc və Qələm əsəri nə? Ordubadinin romanı deyərkən nəyə qəsd eləyir? İkinci tərəfdəki əlavə neynədir? Birinci tərəfi aydınlaşdırdı. Burada da mübtədanın əlavəsidir. Ona görə burada 2 və 3-ü götürəcəm. Gəlin bura baxaq. İkinci dərəcəli üzvə aid olsun deyir. Hamı ölkəni bu qəhrəman yurdu təmənnasız sevir. Nəyi? Ölkəni, nəyi? Yurdu. Eləmi? Bu da oldu tamamlığın əlavəsi. İkinci dərəcəli üzvə aiddir. Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı şəhərin mərkəzində, harada? Şəhərin mərkəzində. Şəhərin mərkəzi deyək ki, haranı qəsd eləyir? Füzuli küçəsində. Bu nədir? Zərfliyin əlavəsi. Demək, 5-i də götürəcəm ikinci dərəcəli üzvə aid olduğu üçün. Uşaqlar və böyüklər, cavanlar və qocalar hər kəs. Onu alqışlayırdı. Kim? Hər kəs. Demək, uşaqlar, böyüklər, cavanlar, qocalar. Burada nədir? Əlavə deyil. Həmcins üzvlərdə ümumiləşdirici söz. Demək, ümumiləşdirici sözlə əlavə necə seçəcək uşaqlar? Əlavə özündən üzvü neyini aydınlaşdırır, mənasını daha da aydın edir. Amma burada hər kəs özündən əvvəlki bax, uşaq, böyük, cavan, qoca hamısını özündə ehtiva edən bir söz. Yəni hər kəs. Neynədir? Deməli, həmcins üzvlərdə ümumiləşdirici söz oldu. 6 da ona görə getdi. Sənin cavab qalır 2, 3, 4, 5.